Mən başımda Mən bütün başım fikirlər xarab qarşıda. Mən olmasın. Şamil O düz müəllimin nə demək eləyir. istədiyini başa Mən düşə uzaqdan bilmədim. gəlirəm. O qız düz eləyir, sən balığın sözünə bax. Ha, bu başqa məsələ. Zahir Bey, demək Bu istəyirəm kök ailə diye, qurması. Mən nə demək istədiyimi özüm Hə, izah ailə qurma, edirəm. Esmira. Abi, yanımda bu sözümü tutarım da. Mənim balam, gözümün nuru. Sən gəl belə elə. Biraz qızınla məsləhət elə. Xahiş edirəm səndən. Tələsmə, nə olub ki? Kənandı gələr başa salarıq. Deyərik ki, bəlkə o bizim heç xoşumuza gəlməyəcək. Gözümün nuru, başa düşürsən, bu çətin məsələdir. Sonra da təzə bir söz fikirləşirsən, qoşulub qaçacağım. Bu sənə yaraşan söz. Qoşulub qaçmayacağım, deyir, yazıb qoyub gedəcəm. Yazıb qoyub gedəcəm. Aman verin müəllimə. Sualım sizədir. Siz özünüz Kənan Bey'i görmüsünüz. Görmüsən Kənanı? Bir Mikrofonu. mikrofon qaldırın da. Bəyənirsiniz. Valla siz indi elə utanqaclıq sərgilirsiniz ki, elə bir ki, 2 dənə uşaq sizdə deyil. Ben Kenan Bey'in sözünü... Yo, siz burada 4 nəfər, 5 nəfər sizin talihiniz barəsində, sizin talihiniz barəsində WhatsAppda, fikir bildirir. görüntülü. Görüntülü WhatsApp'ta Nə görürsünüz. mani olur sizə? Siz axıl yaşda bir xanımsınız. Nə mani olur sizə? Qızı. Bir dəqiqə, qoyun danışın da. Ay qızım, genə Şamil pis o. WhatsApp-la da baxarlar, bir-birini sevərlər, özdə sən yaşda. Çatmır mənə. Sən bizə nə öyrədirsən? İndi mən də gedim, əstəğfurullah, bunlardan birinə WhatsApp-la evlənim. Şamil müəllim çox düzgün vurğuluyor da. 17 yaşında, 18 yaşında qız oğlan. Qardaş, mən səni çox istəyirəm. İstəyirəm övladım da səni kimi xanım xatun olsun. Sən birdən durursan ki, yazıb çıxıb gedəcəm. Elə şey olar. Ay müəllim, Nigar icazə vermir ki, insanla, mən indi gedim küncdə bucaqda görüşüm, çəksinlər, versinlər. Sən küncdə bucaqda görüşmək də Mən ağılsız adam Hələ deyiləm. o Ay ehtimal- Şamil müəllim. Deməli o ehtimal da var. Bucaqda Hələ o görüşlər. ehtimal var. Elə şey olar. Sən özün Bəs mən də ailəmdə qızlarımla məsləhət eləyirəm. Bir Esmira dəfə belə xanım, Esmira adam... xanım, onda bu mövzunu bağlayın. Niye bağlasın Bağlayın, ki? spokojno Onda Esmira bağlayın. xanım, Və həmən o salam da- Kenan Bey Niyə gəlsin bağlasın burada. ki? Gəlsin də mən də deyirəm, Gəlsin bura. ki, mən deyirəm... Görək danışsın, görək nə danışır, baxın, necə insandır. sevgi- Mən əleyhinəyəm, amma gəlmək Ay, Mən sevgi istəyərdim ki, mən istəyərdim ki, Nigar bura qoşulsun. Mən istəyərdim ki, bura Nigar qoşulsun. Nigar qoşulub, alo deyə. Ben niyesini de Alo. desin ki niye Desin göre ki, nara. Alo. Bəli, axşam Nigar, necəsən qızım? müəllim. Salam, salam. Xoş gördük. Hər kəs salamlayıram. Müsbət heyətini də salamlayıram. Sizi izləyənləri də salamlayıram. Mən diqqətlə baxıram, izləyirəm sizi. Və mən buradan demək istəyirəm, mama, çox xahiş edirəm. Bu söhbəti bağla. Qətiyyən, yəni razı deyiləm də, mama. Xahiş edirəm səndən. O Kənan bəy də bəli, ailəlikcə bizi dəvət eləyib. Mən tərbiyəsi eləmədim. Sadəcə olaraq dedim ki, mama, bu söhbət yığışdırılsın. Çox xahiş edirəm. Mənim əziz anam, mənim gözəl anam. Sən ailə indiyə kimi, yəni üzr istəyirəm. Yəni ailə olsaydı indiyə kimi bizi atıb qoyub gedib kimlənsə ailə qurmuş olardın da mənim əziz anam. Ona görə lazım deyil. Başa düşürəm səni. Mən səni çox gözəl anlayıram. Bir evlad kimi səni başa düşürəm. Amma bu ailə qurmaq söhbətini xahiş edirəm. Bir dəfəlik yığışdırın. Nigar, qızım, bacım, sualıma cavab verə bilərsiniz. Gülnar da sizinlə danışar. Buyurun Gülnar xanım, buyurun. Konkret və net, səbəb nədir? Səbəb indidən sonra mənim anam inanmıram ki, yəni kimsə anamı xoşbəxt eləyə bilər. Yəni Bəs siz Kənan Bəyi tanımadan, onun dəvətinə ailəvi olaraq qəbul etmədən, tanımağa adama şans Kənan vermədən Qoçada yaşayır. niyə bu qərara gəldiniz ki? çünki tanımaq, yəni istəmirəm də, mən istəmirəm. Ya görürsünüz, Mən anama da bax bir demişəm. dəqiqə, siz deyirsiniz ki, mən tanımaq istəmirəm və özünüzə ziddiyyətli danışırsınız. Siz deyirsiniz ki, tanımaq istəmirəm, daha sonra deyirsiniz ki, mən hesab edirəm ki, mənim anamı xoşbəxt eləyə bilməz. Yəqin ki, sizin bir şeylər bildiyiniz var ki, sadəcə siz Yo, açıqlamırsınız. yo, mən sizə bir şey deyim. Bildikleri Gel, olmasa bir da saniye. ben öyle başa düşürəm ki egoist bir evlat danıştı. Nigar Bir xanım, saniye, siz az- özünüz buyurun. haçansa ailə qurmaq istəyirsiniz? Mən vallahi hal-hazırda elə bir fikrim yoxdur. Hal-hazırda fikrim ancaq Elə balalarımdadır. olmamalıdır da. Mən belə başa Oğlum düşürəm bizdə ki, uzaqda evladı olsa da, olan yəni bir ana... ana kimi yenə Ay, Hal-hazırda sözünü işlədirsən də. Ay Sevir xanım, mən sizinlə heç qəti surətdə razı deyim. Qoy Nigar xanım danışsın, indi mən onu müzakirə eləyəcəm. Mən bir şey deyim. Necə olur? Evladı olan kişilər ailə qurmağı onları olar, amma qadınları olmaz. Çünki nəyə Bu nə görə? bir sıradan Çünki düşər? nəyə görə? Bir Şəhər dəqiqə, hemşirə üç xanımın içində də bir sual verəcəm. Kişi öz-özünü idarə Üç edə bilmir, xanımın- evdə qadın İkisi de lazımdır. qadın deyil. Hər ikisi də insan. Amma qadının da Üç xanımın özünün içində də bir idarəçiliyi sual az verirəm. daxil. İstəyərdi Hər sizin- bir qadın, bir saniyə, nə? Üç xanımın içinə də anamız istəyərdi zərə geçsin. Baba 200 də oturmusunuz. Mən istəyərdim, niyə də yox? Xeyr, Sən istəyərdin xeyr, zərə geçsin. qəti heç Niyə mən də özüm yox? getmərəm. Bəs sən necə?
Yaxşıyam. Anan Kimliyindən asılı olmayaraq, istəyir gözəl insan olsun, istəyir gözəl insan Şamil müəllim, olmasın. Mən ailə o Rusların qurmaram. sözü olmasın. Priçom burada ekspertlərə verilən bax bu sual. Axı bunun heç yeri yoxdur. Necə yeri yoxdur? Yeri Necə yoxdur. Geçsin ərə. Xeyr, Günlər, biri var ki, məsləhət mənim etsin. özümdə olmayan şey, mənim özümün istəmədiyim şeyləri başqalarında əgər onu o özü qəbul edirsə, bunu mən müdaxilə edə bilmərəm axı. Bu məsləhət Bu verməyə doğru nə deyil var ki, axı. get. Yox, bu Uşaqlar doğru yanaşma deyil axı da. Məsələn, Bax, yaxşı, ona indi- qalsa onda başqa suallarda sizə verilə bilər. Verin mənə Ya sual. yox, doğru deyil axı. Yəni ki, ay filankəs, sən istəyərdin filankəsin ailə qursun. Bu mənlə bağlı məsələ deyil, onlarla bağlı məsələ deyil. Burada istəyən adamın özü var. Mən öz Gəlsin bura desin, istəyirəm, görə onların kimdir? valideyni bunu Ay, istəməyib ki, onlar gəlsin dursunlar bura. bu barədə fikir O bildirsinlər. gəlsin bura desin ki, kimdir də? Yəni söhbət ondan gedir ki, bugün bu cəmiyyətimizdə çox böyük bir stereotip var da, müəyyən stereotiplər var. Ənənələrimiz var, adətlərimiz var, dəyərlərimiz var. Mən qəbul eləyirəm. Bəli, müəyyən dəyərlərimiz var ki, o dəyərləri biz daim qorumalıyıq. Bu çox Bəs biz önəmlidir. Bu çox Ənənələrimizi önəmlidir. deyirik, Amma mən çox üzr istəyirəm, çox üzr istəyirəm. Bəs peyğəmbərlərimizi niyə götürmürük? Hə? Əstəğfurullah, niyə? Niyə? Sən öz ətrafı qoyub peyğəmbərlə nə işin var? Niyə ay ki? sana? Niyə ki? Əgər biz misal bugünkü gündə çəkiriksə, Binəy Qədimiyə qayıdırıqsa, bir əsrlər öncəyə Binəy qayıdırıqsa... qədimdən şərtlər başqaydı, Sona Yox, xanım. indi nə olub ki? Yox, yox, Şərinə gətirin, şər var. gətirin belə Dəyişib eləyək. ki. Baxın, bax burada bir Abdullah kişi var. Xanımla ailə qurub, övladı var. Evi var, eşiği var, zamanında ev alıb, verib qızına, adına keçirib, banka pul qoyub, hər nə olubdu. Bugün Abdullah kişi çöldədir. Qapının çölündədir. Gəlin ona istiqamətlənək, fokuslanaq. Bugün Abdullah kişinin qocalar evinə yerləşmə şansı yoxdur. Müəyyən yaş məsələsi var, müəyyən şeylər var ki, onlar yoxdur. Və yaxud da ki, adında torpaq var, ev var, hər nəysə. Olmur da, yəni bu adamın adamı da var. Baxın. Və bu adam küçədə mi yaşamalıdır? Əgər bir insan çıxıb desə ki, Abdullah, evim var, eşiyim var, gəl mənə bir qulaq. Doğrudur, doğru. Bax, bu adam çöldə yaşayır da. Bax, bu adam çöldə yaşayır. Qızı neçə gündür buradasan? 12 gün. 12 gündə bir dəfə telefon zəng eləyibdi Abdullah'nın. Bir dəfə. Gəlin nəzərə alaq. 5 yaşına çatdırır. Bəli, hər nə. Amma mənim bu Sarı kişiyə bəy, ürəyim ağrıyır. Səmimi deyim mən. Hə. Bax, Abdullah müəllimin bu vəziyyətdə, onun əgərlərim heç bir şəraiti yoxdursa, əgər onun evi yoxdursa, əgər onun pulu yoxdursa və bu şəraitdə heç bir qadın ona etkiləməyəcək ki, mən gəlib səni ailə Ay quracam. sağ ol. Ay sağ ol. Bəli. Yəni, indi yaxşı, Abdullah nə etməlidir? Məsələn, demirəm, amma illah da evlənməlidirmi? Yox. Bəs nə etsin Abdullah? Qızı gəlmir, daş atıb başını tutur. Anam, gəlmirəm, istəmirəm, imtina eləyirəm. Məhkəmələri də var, ali məhkəməyə qədər gelib çıxıblar, 25 min pul düşür bu kişinin payına. Və evi 25 satanda mindən nə verəcəm, verə geçsin başımdan. İstəyir ölsün, istəyir qalsın. Gəlmir. Nə etməlidir? Məsələn, burada Tutu xanım var. Tutu xanım var. Ata imtina elədi, yoxdur, gəlmir. Dünya dağlar gəlmərəm, getsin, imtina eləyirəm, altından da xat çəkirəm, deyir. Neynəyəcək Tutu xanımı, neynəməliyik? İndi güya ki, ailə qurmaq istəyirdi, nə bilim, şeyin adını çəkdi, oğlanın adı nədir? Yox, burada Əkbərin. Əkbərin adını hallandırdı, aləmdədir, yox, ona gedə bilməz, o ona ala bilməz, bu da buna gedə bilməz. Bunu da qoyduq qırağa. Sabah Nigar, 2 qızım var, 2 övladım var. Allah xoşbəxt eləsin, Nigar. Allah salamat eləsin balalarını və sabah bir sevgi çıxar qarşına. Deyəcək Nigar, bilirsən nə var? Könlün ona bugün heç kim, görsən deyirsən, hal-hazırda. Hal-hazırda bu mümkün deyil. Uçdun, getdin. Allah xoşbəxt eləsin. Nərgizi də biri gəldi, qoltuğuna vurdu, götürdü, apardı. Hərəniz öz evinizdə, öz balalarınızla, öz ailənizdə. Mən demirəm, tək qalan adamlar mütləq ərə getməlidir. Adamın könlündən gəlir də, istəyir də. Onun ürəyi Onun istəyir. seçimlidir. Onun ürəyi Qadın var ki, illərlə bir saçını ağ hörür, bir saçını qara hörür. 30 yaşından dul qalan, 25 yaşından dul qalan qadınlarımız var. Otururlar ömrünün axırına kimi deyir, bilsən nə var, nə əri, mən elə özüm kişiyəm. Qadın var ki, deyir, yox, bir nəfər olsaydı. Burada fərqli düşüncələr var. Bu adamın düşüncəsi budur. Bu istəyir. O istəyir ki, Biz niyə ailəsi görə olsun onu yanında. qınamalıyıq axı, Zaur? Sayın Niyə görə müəllim, qınamalıyıq? məni kimsə qınasa da, mən sizə sözün doğrusunu deyim. Mən Bir saniyə. sevgi dolu bir xanımam.
Açıq söhbət. Mən o qədər qarşımdakı insan tərəfindən sevilmişəm, sevmişəm. Başa düşürsünüz? Aha. İndi mən neçə illərdir ki, bir boşluq içərisində yaşayıram. Qoy məni kim istəyir qınasın, kim istəyir baltalasın. Dünya Mən da sözün bilməz. doğrusunu deyirəm. Yəni mənim Dünya da üçün mən bir daha söyləyirəm, o Türklər mən deyir, ha, yazdım. mən aşk qadınıyam. Mən sevgi dolu qadınam, xanımam. Bilirsiniz? Maskada değil. Bu Niye de xanım yoksa maskada o? değil. Ben Ən ona azı, göre öpürəm, alkışlayıram. ən azı maskalı Maskada olsaydı, deyil. deyərdi ki, el-oba nə deyər, cəmaat nə deyər. Başa düşürsünüz? Gözüm, Mən o onu söz Biz edir. Dəqiqə. kimi sevək, kimə hörmət eləyək, kim belə deyək ki, publikaya danışır. Niyə ki, insan özü necə var, Bəli. nələr ürəyindən keçir, onu da danışır. dürüstçəsinə istəyini dilə gətirməsinə Bəli. də bu alqış. Biz demirik ya, o haqlıdır və ya haqsızdır. O belə düşünür. Mən Mən belə burada heç kimə deyə düşünürəm bilmərəm ki, ki, sən Zaur haqlısan, müəllim. sən haqsızsan. Zaur O müəllim. belə düşünür, o belə Mən insandır. evladlarım üçün yenə də deyirəm, hər şeydə eləmişəm. Sabah mən geçsəm belə harasa, mənim evladlarım evi də var, eşiyi də var. Gedib qapılarını açarlar, oturarlar. Hər şey eləmişəm mən onlara. Esmira xanım, qoy